Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz İslam əqidəsi barəsində idi. Biz ötən bəslərdə imamət məsələsini siz əzizlərlə müzakirə edirdik. Və dedik ki, ümumi olaraq İslam ilahiyyatında imamət məsələsi bu suallar ətrafında müzakirə edilmişdir. İlk olaraq məl imam, yəni imam nədir? İmam sözünün terminoloji, lüğəvi mənası və İslam ilahiyyatında onun tərifi barəsində idi. İkincisi, ümumən imamın vacibliyi məsələsini müzakirə etdik. Ümumən imam Peyğəmbərdən sonra İslam ümmətinə vacib və zəruridir, yoxsa yox? Bu barədə də siz əzizlərlə müzakirə etdik və növbəti keçmişdə müzakirə etdiyimiz mövzu isə imamətin fəlsəfəsi və məqsədi barəsində idi. Bu bəhsimizdə isə imamın sifətləri və xüsusiyyətləri barəsində danışacağıq. İslam ilahiyyatçıları Keyfəl İmam adı altında bu məsələni müzakirə etmişlər. Müzakirəyə başlamışdan qabaq qısa bir məsələni siz əzizlərə xatırladım. Bildiyiniz kimi bunlar etiqadi məsələlərdir və bir çox İslami kitablarda yer alır. Siz müxtəlif istər Əhl-i-Sünnə, istərsə də şiələrin qələmə aldığı etiqad kitablarına baxsaz, bu mövzuları taparsınız, görərsiniz. Amma əsaslı fərq var burada Əhl-i-Sünnə alimləri ilə şiə alimlərinin baxışında. Əhl-i-Sünnə alimləri ötən bəhsdə dediyimiz kimi imamət məsələsini üsuliddindən bilməmişlər. Yəni etiqadi məsələ bilməmişlər və bunu əhkamı məsələlər arasında müzakirə etmişlər. Əgər bunu üsuliddin, yəni etiqadi kitablarda da müzakirə etsələr, şiələrə cavab verdiklərini üçün bunu müzakirə etmişlər. Lakin şiə baxışında imamət üsuliddindən olduğu üçün təbii olaraq etiqadi kitablarda bəhs olunmuşdur. Bu məsələ özünü imamın sifət və xüsusiyyətlərində də göstərir. Şiələr məxsus və müəyyən sifətləri imam üçün zəruri və lazım bilmişlər. Lakin Əhl-i-Sünnədə imamın xüsusiyyəti, imamın şərtləri tarixən dəyişib. Yəni, onlar sabit xüsusiyyət və şərtlər bildirməmişlər. Bəlkə bu xüsusiyyətləri biz bir araya gətirsək, 50-dən çox şərt və xüsusiyyət olar. Bu da onunla əlaqədardır. Onlar bu xüsusiyyətləri Əməvi xəlifələr və eyni zamanda Əbbasi xəlifələr və bunların ikisindən əvvəl Raşidin xəlifəsinin xüsusiyyətlərinə uyğun təyin ediblər. Yəni, onlar baxıblar, görüblər ki, bəli, bu xəlifənin xüsusiyyəti budur, deyiblər, imamın xüsusiyyətindən bu da olmalıdır. Yəni, məsələni, şərti, xüsusiyyəti imamdan sonra təyin ediblər. Amma şiədə belə deyil, şiədə sabitdir və tam olaraq demək olar ki, bütün şiə alimləri bu məsələdə icma və ittifaq ediblər. Hər bir halda şiə alimləri imam üçün ümumilikdə 8 xüsusiyyət bildirmişlər. Bu 8 xüsusiyyət ümumi olaraq bundan ibarətdir ki, imam məsum olmalıdır, imam alim olmalıdır, imam şücaətli olmalıdır, imam insanların ən üstünü, yəni əfsəl olmalıdır. İmam nifrət doğan eyiblərdən pak olmalıdır. İmam zöhd və təqvaya sahib olmalıdır. İmam kəramət sahibi olmalıdır və hər zamanda yalnız imam tək olmalıdır. Bu, ümumi olaraq şiə kitablarında bəhs olunan imamın sifətləri barəsindədir. Lakin şiə alimləri də etiraf ediblər ki, bu 8 xüsusiyyət əslində 3 xüsusiyyətdən qaynaqlanır. Yəni, 3 sifət əsaslı olaraq imamda şərtdir. Onlar imamın məsum olması, imamın elmli olması, imamın şücaətli olması. Yəni, əslində yerdə qalan digər xüsusiyyətlərdə bu əsas xüsusiyyətlərdən doğur. Yəni, məsumluqdan, alimlikdən və yaxud da şücaətli olmaqlıqdan. Məsələn, biz deyəndə ki, imam üstün olmalıdır. Üstünlük həmən elmlə ola bilər, şücaətlə ola bilər, ismətlə ola bilər. Yəni, üstünlüyün özü bu sifətlərə qayıda bilər. Və yaxud imam
kəramət sahibi olmalıdır. Bu yenə məsumluğa qayıdan bir məsələdir. Zöhd və təqva yenə bu sifətə qayıdan məsələdir. Yəni demək, bu 8 xüsusiyyətini biz bir dəfə edə bilərik, ümumi müzakirə edək. Bir dəfə edə bilərik ki, bu 3 xüsusiyyətin özünü müzakirə edək. Bunu nəzərə alaraq elə ümumi olaraq bu 3 və geniş mənada bu sifətlərin qısa olaraq siz əzizlərlə müzakirəsinə başlamaq istəyirəm. İlk olaraq Şiə ilahiyyatında bu qeyd olunur ki, imam məsum olmalıdır. Məsum olmalıdır yəni nə? Yəni imam dini məsələləri təbliğ edərkən, dini məsələləri insanlara çatdırarkən və eyni zamanda fərdi və ictimai sahələrdə məsum olmalı, günah etməməli, şəriətə qarşı, ilahi dəyərlərə qarşı çıxmamalıdır. Və bu imamın məsumluğu Allahın bir lütfüdür. Çünki imam insanları Allahın dininə tərəf dəvət edən və İslamı qoruyan bir şəxsdir. Əgər özündə fərdi olaraq və ictimai olaraq xəta olarsa, bu təbii olaraq hidayət baş verməz. Nəticədə insanlar yəni belə olan halda imama baxıb dindən çıxarlar. Buna əsasən imamın məsumluğu önəmlidir. Və biz tarixi cəhətdən də baxırıq ki, Şiə imamlarından başqa heç bir şəxs bu sifəti özü üçün iddia etməyib. Nə Əməvi xəlifələri belə bir iddiası var, nə Əbbasi xəlifəsinin, nə də 3 Raşidin xəlifəsi. Bu şəxs, yəni bu sifət yalnız bizim imamları, yəni 12 imamın həyatında özünü göstərir. İkinci xüsusiyyət imamın elmli olmasıdır. Yəni imam bütün insanların ehtiyac duyduğu elmlərə alim olmalıdır. Bu şəriət elmləri, təfsir elmləri və s. Niyə? Çünki o ümmət içərisində insanları arasında hakim olacaq, haqqı deməlidir, Allahın buyurduğu şəriətə çatdırmalıdır. Əgər imam alim olmarsa, təbii olaraq bu vəzifəni yerinə yetirə bilməz. Yenə biz tarixə baxanda görürük ki, bizim imamlarımız heç bir şəxsin yanında dərs almamış, amma İslam məarifini ən gözəl şəkildə çatdırmışlar. Hətta 4 xəlifə, yəni daha doğrusu 4 məzhəbin banisi, Maliki, Hənəfi, Şafii, Həmbəli dolayı yolla imamların şagirdi hesab olunur. Yəni bizim imamlarımız olur alim, bunlar olur onların tələbəsi. Belə olan halda biz görürük ki, yəni praktik olaraq imamlar alim olublar. Alim Peyğəmbərin gətirdiyi şəriətə, Quranın təfsirinə və s. Və hətta dəfələrlə bu İslam tarixində keçərlidir ki, xəlifələr elmi məsələlər qarşısında cavab verə bilmədikdə Əleyhissalama müraciət ediblər və yaxud gələn sualları Əleyhissalama göndəriblər. Və Peyğəmbərdən də hədis var ki, mənim səhabələrimin içərisində ən alim, ən qazi olan şəxs Həzrət Əlidir. Üçüncü sifət isə şücaətli olmasıdır. Təbii olaraq şücaət deyərkən, yəni Allahın şəriətini, Allahın qaydalarını insanlara çatdırmaq üçün şücaət tələb olunur. Bəzən insan alim ola bilər, hər hansı bir məsələni bilər, amma qorxduğundan və yaxud təzyiqlə üzləşdiyi üçün Allahın şəriətini bəzən çatdırmır. İmamın buna görə şücaətli olmalıdır. Həm düşmənlərə qarşı, yəni xarici düşmənlərə qarşı, həm də daxili düşmənlərə qarşı ki, Allahın şəriətini, Allahın buyurduqlarını çatdırmalıdır. Digər xüsusiyyətlər də, yəni imamın üstün olması, yəni bütün öz dövründə olan insanlardan əfsəl olmalıdır. Nifrət doğuran eyiblərdən pak olması, yəni imam məsələn eybəcər olmamalıdır, ata-ana tərəfindən pak olmalıdır. Zöhd və təqva da təbii olaraq insanların malı, beytulmal onun əlindədir. Əgər bu özü dünyaya qarşı meyilli olarsa, insanların malını qoruya bilməz. Kəramət sahibi də imam möcüzə sahibi deyil, amma kəramət sahibidir. Yəni bəzən yeri gəldikdə, zərurət olduqda imamdan kəramət də baş verə bilər və ən sonunda ki, imam hər zaman tək olmalıdır. Yəni biz məsələn fərz edək ki, İmam Əli əleyhissalam dövrünün imamıdır. Bu zaman İmam Həsən də var, İmam Hüseyn. Amma onlar hələ ki imamlıq məqamına çatmayıblar. Yəni
bu dövrün yeganə imamı İmam Əlidir. Bu qısa olaraq Şiyyənin, imamların xüsusiyyət və sifətləri barəsindədir. Söhbətimin əvvəlində dediyimiz kimi, Əhl-i Sünnədə bu xüsusiyyətlər sabit deyil, hərə özündən bir xüsusiyyət əlavə edib. Bunun da əsas səbəbi ondan ibarətdir ki, Əhl-i Sünnənin İslam dünyasına xəlifə bildiyi şəxslər bəzən sadə bir insanın daşıdığı əxlaqi xüsusiyyətlərə belə sahib olmamışdı. Bu barədə inşallah özünüz müxtəlif etiqad kitablarına müraciət edə bilərsiniz. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.